yuxarıki qutçuları, həm də aşağıki qutçuları atəş altında saxlayırdılar. Fevral ayının 8-i 9-u hücuma başladılar. Ermənilərin 20-ci əsrin 90-cı illərində Azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və çoxlu sayda din sakin qətlə yetirilib. 34 il əvvəl baş vermiş hadisələri Malıbəyli və Quşçular sakinlərinin dilindən eşidəcəyik. Kənd sakinləri əvvəlcə Malıbəyli kəndində şəhidlərin xatirə lövhəsini ziyarət ediblər. Malıbəyli kənd sakini Şahlar Mehdiyev 34 il əvvəl baş verən hadisələrdən danışıb. Ayın 11-də səhər-səhər ermənilər hücuma keçdi, 366-cı alayın köməkliyi ilə. Bizim postları aldılar. Mən özüm də bu posta dayanırdım, deyib yuxarıki, axırıncı posta. Biz kəndin əhalisini çıxartdıq Quşçular kəndinə. Ayın 9-u 10-u. Ki, burada qırğın olacaq da, soyqırım olacaq. Çıxartdıq ora, oradan da çıxdıq. Texnika dolandan sonra o dağın üstündə idik ermənilər bu kəndə dolanda. Bax o dağın üstündə. Biz oradan açırdıq, onlar buradan. Xocalıya məlumat verdik ki, bizə kömək gəlsin. Biz də ora çıxanda gördük Xocalı'yla bizim aramızda texnikalar yığılıb orada dərələrə. Qabağımızı kəsiblər ki, bizi kəndin əhalisini orada qırsınlar. Fikrimizi dəyişdik, keçdik Abdal Gülafliyə tərəf, Ağdamın Abdal Gülafliyə, Kətik meşəsinə. Bu 4 dənə kəndin əhalisin 65-70 dənə köməklə, döyüşçülə aparıb çıxartmışıq Abdal Gülafliyə. Oradan da şəhidlərimizdir, onlar olub, kənd də bax belə dağılıb, bax o meçidimizdir. Orada o dağın döşü, hamısı 2 mərtəbə evlər olub, hamısı çürüyüblər. İllər sonra doğma torpağa ayaq basan bu insanların gözlərindəki kədər, həm də ədalətin bərpasından doğan böyük bir təsəlli ilə əvəzlənmişdi. Onlar 34 il əvvəl tərk etmək məcburiyyətində qaldıqları bu torpaqlarda indi başlarını dik tutaraq gəzir. Hər bir daşın, hər bir ağacın dilində olan o acı xatirələri qələbə qüruru ilə anırlar. Kəndi tərk eləyərkən istiqamətimizi göstərdiyim bu divək adlandırırıq. Divəkdən sığınağın üstünə çıxmaq və oradan da Avdal-Gülaflı istiqamətində getməkdir. Bir yeganə çıxış yolu çox ağır olsa da, çox çətin olsa da, çox daşlıq, qarlı olsa da yeganə çıxış yolumuz oraydı. Və eyni zamanda bizdə orada Haro kəndindən olan döyüşçülər, erməni döyüşçüləri qabağımızı Qara Təpə adlanan yerdə kəsdilər və silahları təhvil verib getmək təklif elədilər. Amma silah təhvil vermək hamının əsir götürülməsi və çox böyük işgəncələrə məruz qalınması deməkdir. Ona görə də yolumuzu davam eləmək üçün ancaq hücum eləyib o erməniləri yarmaq və öz götürdüyümüz istiqamətdə getmək lazımdır. Və bunu başardıq. Ümumiyyətlə səhər saat 11-də tərk elədiyimiz kəndi saat axşam 6-da biz artıq Avdal-Gülaflı kəndinə çatmışdıq. Sakinlərin hər bir duası həm itirilmiş canlılara olan bir ehtiram, həm də gələcək nəsillərə ötürülən unudulmaz bir vətənpərvərlik dərsi idi. Bu ziyarət bir daha təsdiq etdi ki, zaman keçsə də nə xalqın yaddaşı zəifləyir, nə də vətən torpağı öz sahiblərini unudur.